Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Astarada yol nəqliyyat hadisəsi baş verib. Xəbər verilir ki, hadisə rayonun Təngərüd kəndi ərazisində qeydə alınıb. Belə ki, Astaranın Kicəbə qəsəbə sakini Cəsarət Əliyev idarə etdiyi Nivə və rayonun Təngərüd kəndindən olan 1965-ci il təvəllüdlü Kamran Məmmədovun sürdüyü Mercedes 190 markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində Məmmədov hadisə yerində ölüb. Nivanın sürücüsü və maşında olan həmkənlisi Fahil Qüdrətov isə xəsarətlərlə Astara rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar. İlkin müayinədən sonra onlar Lənkəran rayon mərkəzi xəstəxanasına təxliyə ediliblər. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.